Hamıya salam. Analitik cəmiyyət sizinlədir. Sistem, Guru, Markets. Korporasiya haqqında ümumi məlumatlardan başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sözügedən şirkətin bütün göstəricilərini daha dərindən öyrənə bilərsiniz. İndi isə şirkətin cari fundamental göstəricilərinə baxaq. PCB Bancorp, ticker, PCB. İcmal o vaxt ki cari məlumat əsasında yaradılmışdır. 21 mart 2025-ci il. Təsnifata görə Guru, Markets şirkət PCB Bancorp alt kateqoriyaya aiddir. Bank klassik qiymətləndirmədə 248 şirkət iştirak edir. Bu çox təmsil edicidir. Videonun sonunda sifariş cədvəlini görəcəyik. Tədqiq olunan şirkət üçün ümumi nəticə 10 baldan 7 bal. Alt kateqoriya üzrə orta nəticə 1,3 bal. Çox geniş baxsanız, ümumilikdə bütün ABŞ fond bazarında. Bütövlükdə birja üzrə orta xalın 1,9 bal olduğunu görə bilərsiniz. 3-ün 7 xalla qarşı-qarşıya gəldi PCB Bancorp. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi PCB Bancorp və alt kateqoriyalı şirkətlər. Son 12 ayda səhmlərin olduğunu görürük. PCB Bancorp %22,5 dəyişiklik göstərdi. 22,6% alt kateqoriyasında qiymət dinamikasına qarşı. Bu açıq-aydın heç nəyi göstərmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması PCB Bancorp $0,27 milyard dəyərində qiymətləndirilib. 1,211 milyard dollarlıq alt kateqoriyalı bazar kapitallaşması ilə. PCB Bancorp 0,22% paya malikdir və alt kateqoriyada çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması $0,29 milyard həcmində qiymətləndirilir. Və alt kateqoriyanın balans kapitallaşması $999 milyard dollardır. PCB Bancorp 0,29% pay təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay PCB Bancorp alt kateqoriyada bazar kapitallaşmasını qiymətləndirərkən 0,22% təşkil edir. Balansın kapitallaşması 0,29% təşkil edir. Bu, bazar kapitallaşma payının 32% artması deməkdir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi, yaxşı, 1 bal. Təhlil edilən təşkilatın borc öhdəlikləri 0,26 MLRD. Kapitallaşmaya olan borc kapitalın 9%-ni təşkil edir. Şirkətin borcları üzrə nəticə çox yaxşı, 2 bal. Şirkətin səhm qiymətinin mənfəətə nisbəti 10,9-udur. 13,2 alt kateqoriyada orta göstərici ilə bu alt kateqoriyadan 17% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin səhmlərinin qiymətinin mənfəət göstəricilərinə görə qiymətləndirilməsi, yaxşı, 1 bal. Son 12 ayda mənfəət $25 milyon olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin ilkin olaraq $31 milyon olacağı gözlənilir. İndikindən 25,7% çoxdur. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin gəlir balansına qiyməti 1,4. Alt kateqoriya üzrə orta göstərici 1,5-dir. Bu, alt kateqoriyadan 7% aşağıdır. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar dəyərinin gəlir göstəricinə görə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Son 12 ayda gəlir $190 milyon olub. Növbəti 12 ay üçün gələcək gəlirin $240 milyon olacağı gözlənilir. İndikindən 26% çoxdur.
Alt kateqoriya şirkətlərinin fəaliyyəti ilə müqayisədə proqnozlaşdırılan gələcək satış performansının qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Satış marjası %13, alt kateqoriya üçün orta hesabla 11,6%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 1,4% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə satış marjasının qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 0,2% təşkil edir. Bu, bazar kapitallaşma payından 10% azdır. Və bu, şirkətin cari bazar dəyəri arasındakı uyğunsuzluğu əks etdirir. PCB Bancorp, yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən kapitalın miqdarı $1048.000-dır. Və alt kateqoriya üçün $924.000. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasında fərq 13,4% təşkil edir. Alt kateqoriya şirkətlərinin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkət kapitalının miqdarının qiymətləndirilməsi. Dözümlü, 0 xal. Şirkətin hər bir işçisinə düşən mənfəətin məbləği $96,100.000-dır. Alt kateqoriya üçün orta hesabla $69,900. Və alt kateqoriya orta göstəricisi ilə şirkətin performansı arasındakı fərq 38%-dir. Alt kateqoriya şirkətlərinin göstəriciləri ilə müqayisədə fərdi şirkət işçisinə düşən mənfəətin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Şirkətin hər bir işçisi üçün satış həcmi $741.000-dır. Alt kateqoriyada $601.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 23%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkət işçisinə düşən gəlirin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Satış əməliyyatlarının həcmi 0,3%, alt kateqoriya üzrə orta hesabla 1,9% təşkil edir. Bu, qısa bir sıxılmanın qiymətləndirilməsidir. Göstərici rəası 14 şirkət üçün %46 səviyyəsini göstərir. PCB Bancorp. Alt kateqoriyada isə bu səviyyə 52% təşkil edir. Potensial olaraq, alt kateqoriyanın səhmləri şirkətin səhmləri ilə eyni şəkildə qiymətləndirilir. PCB Bancorp. Şirkətin cari səhm qiyməti təxminən $18,89'dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $22,51 civarındadır. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 19%-dir. Sifariş cədvəlinə baxaq, o, hər kəs üçün əlçatandır. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində məlumat və arayış qiymətləndirmə sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilmiş bütün qərarlar var. Guru, Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin qiymətli kağızlarının təhlili nəticəsində PCB Bancorp. Məlumat və arayış sistemi Guru, Markets qərar qəbul edilir. 18,88 qiymətində alış ticarəti açın. Sifariş şirkətin kifayət qədər yüksək qiymətə malik olması səbəbindən açılıb. Təşkilat qiymətləndirmə metodu, AKİMin indeksi ilə qiymətləndirilib. Mənfəət götürmək 20-52 səviyyəsində müəyyən edilmişdir. Stop loss 17-24 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 20 aprel 2025-ci il tarixində birja ticarətinin nəticələrinə əsasən avtomatik bağlanır. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, ASH, əks balanslaşdıran satış ticarətidir. Balans əməliyyatı ilə bağlı video kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birinin bağlanması halında əsas və ya balanslaşdırma. Başqa sifariş faktiki qiymətə bağlanır.
Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza çox sağ olun Guru Markets. Siz hamınız həqiqətən dünyanın ən yaxşı tamaşaçısınız.